Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu xeyru nasirin və mu'in və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alihi tahirin. Salamun aleykum və rəhmətullah, hər vaxtınız xeyir olsun, əziz tələbələr, bizi izləyən müsəlman bacı və qardaşlar. Keçən dərsimizdə biz halal kəsbin hədislərdə və ayələrdə olan əhəmiyyəti barəsində danışdıq və halal kəsbi məna etdik ki, halal kəsb insan şəri və əqli baxımdan icazə verilən yerlərdən insan mal kəsb eləsin, sərvət əldə eləsin, pul qazansın və bunu qazandığı malı, sərvəti vasitə qərar versin özünün əxlaqi kamilliyini ələ gətirmək üçün və həmçinin vasitə qərar versin özünün fərdi, ailəvi və ictimai problemlərini, müşkillərini həll etməsi üçün. Ki, ən gözəl tərifdir halal kəsb etmək üçün. Lakin halal kəsb etməyin nə kimi faydaları var insan üçün bu dünyada və yaxud da axirətdə? Hədislərə əsasən mən burada 14 faydasına işarə etmişəm ki, qısa surətdə bunları deyib və izah edəcəyəm. Halal mal kəsb etməyin birinci faydası budur ki, insana izzət verir. İnsanın nəfsinin izzətli olmasına səbəb olur. Baxın, adətən belədir, yəni həmişə belə deyil. O kəslər ki, malları yoxdur, sərvətləri yoxdur, fəqirdirlər, ehtiyaclıdırlar, təəssüflər olsun ki, bunlar izzətlərini qoruyub saxlaya bilmirlər. Özlərinin ehtiyaclarını, öz ailələrinin ehtiyaclarını aradan qaldırmaq üçün pullu və imkanlı insanlara ağız açırlar. Bu ağız açmaq özü səbəb olur ki, insan bir növ başqasının müqabilində kiçilsin. Bu da mömin üçün yaxşı hal deyil. Yenə də deyirəm, istisna hallar da vardır. O qədər fəqir mömin insanlar vardır ki, fəqirliyə dözürlər, səbr edirlər, heç kimə əl açmırlar, heç kimə öz ehtiyaclarını demirlər, yalnız və yalnız Allah müqabilində əl qaldırırlar və öz ehtiyaclarını aradan qaldırmaq üçün Allaha iltimas edirlər. Bu cürə insanlar da az deyil. Lakin əksərən belədir ki, o kəslər ki, tənbəllik edirlər, halal kəsb dalıcan getmirlər, istər-istəməz bunların izzətləri aradan gedir. Başqalarına əl açırlar, başqalarının, necə deyərlər, müqabilində əyilirlər. Bu da istər-istəməz insanın sınmasına və zəlil olmasına səbəb olur ki, möminə yaraşan xüsusiyyət deyil. Pəs, birinci faydası, halal mal kəsb eləməyin, birinci faydası insanın izzətli olmasına səbəb olur və insanların gözündə uca olmasına və zəlil olmamasına səbəb olur. İkinci faydası demək olar ki, birinci faydadan ələ gəlir. O da budur ki, əgər insan halal kəsb dalıca gedərsə, başqalarına bağlı olmaz. Təəssüflər olsun, o kəslər ki, qazanc dalıcan getmirlər, tənbəllik edirlər və yaxud da elm oxuyub müəyyən bir vəzifəni əldə edə bilmirlər. Nəticədə bunlar ya öz atalarına bağlıdırlar, ya öz qardaşlarına möhtacdırlar, ya hər hansı bir şəxsə bağlı olurlar. İstər-istəməz insan ictimai bir varlıqdır, ictimaidə yaşayan bir insan müxtəlif ehtiyacları vardır. Əgər özü halal kəsb dalıcan gedmirsə, pəs öz ehtiyaclarını özü aradan qaldıra bilmir. Özü ki, ehtiyaclarını aradan qaldıra bilmədi, təbii surətdə hər hansı kiməsə bağlı olacaq, özünü asılı eləyəcək başqalarından. Bu da yaxşı hal deyil. Bəs ikinci faydası, halal kəsbin ikinci faydası budur ki, insan ancaq və ancaq Allaha təvəkkül edib iş görür və özünə bağlı olur. Heç kimdən asılılığı olmur. Üçüncü faydası, halal kəsb dalıcan gedən, halal yolla öz imkanatını, öz necə deyərlər, ehtiyaclarını aradan qaldıran insan ictimaiyyət arasında, cəmiyyət arasında da xüsusi şəxsiyyətə malikdir, xüsusi hörmətə və xüsusi ehtirama layiqdir. O kəslər ki, baxın, öz ətrafınızda olan insanlara baxın. O kəslər ki, halal kəsb dalıcan getmirlər, imkanları yoxdur, cəmiyyət arasında hörmətə layiq görünmürlər və cəmaət da, insanlar da ona hörmət göstərmirlər, aşağı baxırlar. Bu təbii bir şeydir. Ona görə insan əgər istəyirsə, hörmətli olsun, xüsusi şəxsiyyətə malik olsun, gərək getsin halal kəsb dalıca. Bu da üçüncü faydası. Dördüncü faydası budur ki,
Halal kəsb dalınca gedən insanların dostları çox olur, köməkçiləri çox olur. Bu da bir həqiqətdir, öz ətrafınızda görə bilərsiniz. Beşinci faydası budur ki, insan halal mal kəsb edərsə, bunun ruhu baxımından da aramlığı vardır. Ruhun demək olar ki, sakitdir. Necə deyirlər, istirabla yaşamır, streslə yaşamır. Hal-hazırda insanların çoxu ki, hətta rahat yata da bilmirlər. Ruhları aram deyil, ruhları sakit deyil. Bəlkə həmişə stres yaşayırlar. Səbəb budur ki, həyatlarında müxtəlif ehtiyacları vardır. Onları təmin edə bilmirlər. O problemləri, o müşkilləri həll edə bilmirlər və nəticədə də ruhu baxımından bunlar həmişə nigarandılar. Əgər istəyiriksə, ruhumuz aram olsun, rahat yata bilək, xoşbəxtçilik hissi keçirdə bilək, gərək zəhmət çəkək, halal yolla ruzi qazanaq. Müşkilatımızı özümüz həll eləyək. Əgər belə olmasa, biz eləyə bilmərik ruhu aramlıqdan söhbət açaq. Altıncı faydası budur ki, insanın özünün zəruri ehtiyaclarının aradan qaldırılması. İnsan əgər halal yolla mal, mülk, sərvət əldə edərsə, insan eləyə bilər özünün zəruri ehtiyaclarını arada qaldırsın. Həm özünə aid, həm öz ailəsinə aid, həm cəmiyyətə aid olan problemləri özü rahat şəkildə aradan qaldıra bilər. Halal malın digər faydası bundan ibarətdir ki, insan eləyə bilər halal mal kəsb edəndən sonra malı, mülkü, sərvəti ki oldu, digərlərində də xidmət eləsin. Bizim o qədər hədislərimiz vardır ki, insanlara xidmət etməyin nə qədər savabı vardır. İnsan nə vaxt eləyə bilər başqalarına xidmət eləsin? Başqalarının ehtiyaclarını aradan qaldırsın. Məsələn, bir şəxsdir, cavandır, evlənmək istəyir, evlənə bilmir. Bir xanım qızdır, elçi də gəlir, lakin atası ona verə bilmir ki, cehizi təmin eləyə bilməyəcək, cehizi hazır eləyə bilməyəcək, cehizi ala bilməyəcək. İnsan əgər imkanatı olarsa, sərvəti, malı, mülkü olarsa, bu vasitə ilə insanlara xidmət edə bilər və insana xidmət edəndən sonra insanlara xidmət etməyin savabını əldə edə bilər. Bəs insanlara xidmət etməyin savabını əldə etmək üçün gərək insanın halal malı olsun, halal yolla qazanılan malı olsun, sərvəti olsun ki, insanlara xidmət eləsin ki, bu savabları əldə eləsin. 8-ci faydası insan eləyə bilər bu halal malın vasitəsilə öz abrını hifz eləsin. Çox təəssüflər olsun ki, bəzilərini abrlarını ayaq altına qoyur. Nəyə görə? Çünki halal ruzisi yoxdur, halal qazancı yoxdur. Buna görə görürsən ki, bəzən şəxsi problemləri, ailəsinin problemi həll eləmək üçün öz abrundan keçir ki, bu problemlər həll olsun. Sən abru xətərə atmamaq üçün get halal yolla pul əldə et ki, öz abru hifz eləyib, qoruyub saxlayasan. Bu da bir həqiqətdir, inkar olunmaz bir həqiqətdir. Baxın ətrafınıza, o kəslərin ki, halal yolla qazancı var, bunların abru heysiyyətləri də həmişə hifz olunub, qorunub, saxlanılır. İnsan eləyə bilər halal malın vasitəsilə düşmənləri özündən uzaq eləsin. Bu da bir həqiqətdir. İnsan eləyə bilər halal pulun, halal malın vasitəsilə paxıllıq xüsusiyyətini, həqiqətdə o xəsislik xüsusiyyətini özündən uzaqlaşdırsın. Əgər insan bir xəsisdirsə, əgər onun malı mülkü yoxdursa, bu xəsislik xüsusiyyəti Allah yolunda ki, istəmirdi bu vaxta qədər pul xərcləsin, pulu da yoxdur. Bu necə eləyə bilər ki, bu xüsusiyyəti özündən uzaqlaşdırsın? Bu xüsusiyyəti özündən uzaqlaşdırmaq üçün gərək halal malı olsun və halal malı Allah yolunda xərcləsin, sədəqə versin, infaq eləsin, malının xumsunun zəkatını versin ki, ta ki bu xəsislik xüsusiyyəti, bəxillik xüsusiyyəti insandan uzaqlaşsın. Həmçin səxafət fəzilətini ələ gətirmək üçün insan gərək Allah yolunda nəsə xərcləsin. Allah yolunda nə vaxt insan bir şey xərcləyə bilər? O surətdə ki, bunun əlində malı olsun, mülkü olsun, ta ki səxavət göstərsin. Əgər mənim əlimdə imkanatım yoxdursa, mənim malım, mülküm yoxdursa, mənim xərcləməyə bir şey yoxumdursa, mən nə cürə səxavət göstərə bilərəm. Həmçinin insan halal malın vasitəsilə eləyə bilər, ümum insanlara mənfəət verilən işləri görsün, körpü çəkdirsin, yol çəkdirsin, mədrəsə tikdirsin, məscid tikdirsin, bulaq tikdirsin, bunların vasitəsilə insanlara fayda verən işləri görə bilsin. Eləyə bilər insan pulu olarsa, Allah yolunda dini kitablar çap elətdirsin, bütün insanlara faydası dəysin, fəqir insanlara kömək eləsin və bu kimi faydalar vardır. Lakin digər əxlaqi xüsusiyyətlərin müxtəlif bölümləri olduğu kimi,
mal kəsb eləməyində müxtəlif qismləri var. Bəzən mal halal olur ki, bu barədə danışdıq, əhəmiyyəti barəsində, faydası barəsində. Bəzən mal haram olur ki, gərək insan bundan uzaqlaşsın. Bəzən də mal şübhəli olur. Yəni, onun halal və haram olmağı bəlli deyil. Bizim hədislərə əsasən insan haram qazancıdan, haram tikədən uzaq olduğu kimi, gərək şübhəli tikələrdən də uzaq olsun. Məsələn, bir maldır ələ gətirib, bilmir ki, bunun xumsu verilib, verilməyib, zəkatı verilib, verilməyib, bu halal yoldan kəsb olunub, yoxsa oğurluq vasitəsilə kəsb olunub. Belə yerdə ki, o yerdə ki, 100% əmin deyilsə, bu malın halal olmasına, bu olur şübhəli mal, haram olmağını da bilmir, amma halal olmağını da bilmir. Bu surətdə bu malın adına deyirlər şübhə. Yəni, şübhəli mallardan da, halal və haramı insana müştəbəh və qarışıq olan mallardan da insan gərək çəkinsin. Lakin insan hansı vasitələrlə eləyə bilər ki, ancaq və ancaq halal malın dalıcan geçsin, haramdan uzaqlaşsın? Bunun da iki əlacı var. Bir elmi əlacı ki, insan halal malın faydaları və halal mal kəsb etməyin faydaları haqqında düşünsün və həmçinin haram malın nə kimi insan həyatına zərbələri var, dünya və axirətdə nə kimi insana zərərləri var, fəsadları var, bu haqda təfəkkür eləsin. Bu, elmi yoludur. Amma əməli yolu da vardır. Əməli yolu budur ki, insan gərək çalışsın, zəhmət çəksin. Zəhmətsiz heç bir şey ələ gəlmir. Zəhmət çəksin, Allahın halal buyurduğu yollarla halal mal, halal sərvət ələ gətirsin. Bu birinci yolu. İkinci əməli yolu, insan gərək qənaət eləsin. Bəzi insan vaqən həqiqətən də halal yolla qazanır, amma görürsən ki, onun bərəkəti yoxdur. Ona görə ki, qənaət eləmir. 5 manat qazanırsa, ayda 10 manat xərcləyir. Təbii ki, bu halal malı kəsb eləyə bilməyəcək, əlində halal malı qalmayacaq ki, insanlara xidmət eləsin. Bəs qənaət etmək çox mühümdür. Üçüncü, israf etməmək. Yersiz yerə malı dağıtmamaq, xərcləməmək. İnsan gərək yerində və normal dərəcədə, qənaətin mənası normal dərəcədədir və insan gərək də israf etməsin. Bəli, ailənin ehtiyacı var, ehtiyacı olan şeyləri almaq lazımdır. Geyim olsun, yemək olsun, məskən olsun, mərkəb olsun, minik olsun, bunlar hamısı insanın ehtiyaclarından hesab olunur. Lakin insan gərək burada israfı nəzərə alsın və israfdan uzaq olsun. Əgər 5 manatlıq maşın buna kifayət edərsə, 15 manatlıq almasın. Əgər bir geyim bunun üçün kifayətdirsə, 5 dənə geyim alıb evin bir küncündə, işqaflarda onu qərar verməsin. Bunlar hamısı əxlaqi, normallardır, gərək riayət olunsun ki, insanın halal kəsbi bərəkətli olsun. Pəs təlaş eləmək, çəy göstərmək, qənaət eləmək, israf etməmək, təcəmmül cirayidən uzaq olun. Təcəmmül cirayi, yəni insan elə etsin ki, yəni özünün həyatının, yaşayışının zəruri olmayan hissələrinə də pullar xərcləsin. Bu təbii surətdə insanın halal kəsbindən bərəkəti uzaqlaşdıracaq. Sən evini tikmisən çox gözəl surətdə və rahat da yaşaya bilərsən. İstəyirsən ki, hər il onun məsələn bir dəfə işqaflarını əvəz edirsən, ondan sonra mebellərini əvəz edirsən. Əgər sənin bir kukna mebeli alıbsansa, onun vasitəsilə bütün işlər görünürsə, görürsən 2 ildən bir kukna mebelin dəyişdirir, nə üçün bu təzə moddadır. Bu şeylər dindən uzaqdır. O qədər ki, yaşayış üçün lazım olan şeylər kifayət edər, onu almalısan. Ondan artığı bir növ özü göstərməkdir. Hər il məsələn bir maşın alırsan. Bir maşın alıbsan, Allah inşallah bəlalardan sizi qorusun, hifz eləsin. Bu sənin üçün kifayətdir. Nə üçün hər il təzə model ki çıxdı, sən bu maşını satırsan, üstünə də biraz pul qoyursan, təzəsini alırsan. Bunlar artıq möminlikdən uzaqdır, möminə yaraşan hallar deyil. Həmçinin halal kəsb etmək üçün insan gərək Allahdan istəsin, dua eləsin və həmçinin insan gərək Allah yolunda sədəqə versin, insanlara xidmət eləsin ki, Allah Taala da halal kəsbin yollarını bunun üzərinə açsın. Allaha and verirəm öz böyüklüyünə xatir, halal mal bizlərə nəsib eləsin, bizləri müvəffəq eləsin. İnşallah halal kəsb alıcan gedənlərdən olaq. Hamınızı Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.